Salam əziz şagirdlər, Liqve sertifikasiya hazırlaşan müəllimlər, bir daha xoş gördük. Sizlərlə bugün Göytürk dövlətinin izahına baxacağıq. Göytürk. İlk öncə bu dövlət haqqında tayfa olaraq məlumat verəcək və xüsusən də belə qeyd edək ki, Göytürklər mənşəcə Hun mənşəli idi. Demək, sual verirsə ki, mənşəcə hansı mənşədəndir? Mənşəcə Hun mənşəsindəndir. Və nəsil olaraq isə Aşina nəslindən və yaxud da ki, Aşina soyundan hesab olunur. Həmin Göytürklər Böyük Hun dövlətinin dağılmasından sonra Böyük Hun dövlətinin, yadda saxlayaq ki, Böyük Hun dövlətinin dağılmasından sonra, hansı hadisədən sonra? Böyük Hun dövlətinin dağılmasından sonra Altay dağları ərazisində məskunlaşmışdı. Hansı ərazidə məskunlaşmışdı? Altay dağları ərazisində. Biz Şumerlər haqqında da bunu da qeyd edə bilərik ki, eradan əvvəl 7-6-cı minillikdə Şumerlər də Mərkəzi Asiya və Altay dağlarından gəlib Mesopotamiya ərazisində, Mesopotamiyanın şimalında məskunlaşmışdılar. Və hətta burada Göytürklər hansı dövlətin tərkibində olmuşdu? Jujanların qeyd edə bilərsiniz və Jujanları ikinci adla biz avarlar adlandıra bilərik. Və bunlar da mənşəcə, bunu da yadda saxlayaq ki, elə türk mənşəlidir. Hər hansısa bir fars və digər mənşədən deyil. Jujanların tərkibində nə ilə məşğul oldular Göytürklər? Jujanların tərkibində dəmirçiliklə məşğul oldular. Dəmirçiliklə məşğul oldular və silah düzəltdilər. Dəmirçiliklə məşğul oldular, silah düzəldirlər. O cümlədən də ki, yerli əhali ilə qaynayıb qarışdılar. Artıq Göytürklər Jujanların bu əsarətin amansız rəftarına qarşı 552-ci ildə üsyan qaldırdılar. Neçənci ildə üsyan qaldırırlar? 552-ci ildə yadda saxlayaq ki, üsyan təbii ki qaldırıldı və həmin üsyan nəticəsində birinci Göytürk dövləti yarandı. Neçənci Göytürk dövləti yaranır? Birinci Göytürk dövləti yarandı və bu dövlətin qurucusu Bumin Xaqandır və yaxud da ki, Bumin Xaqan deyə bilərsiniz ki, yəni bu adam Min ilə bərabər bir hadisə gördü. Birinci Göytürk dövlətinin qurucusu oldu. Birinci Göytürk dövlətinin, gəlin baxaq, paytaxt şəhərinə. Paytaxt şəhəri haqqında isə bunu qeyd edə bilərsiniz ki, paytaxt şəhəri təbii ki, Ötkən şəhəridir. Hansı şəhər oldu? Ötkən şəhəri. Biz Ötkəni Böyük Hun dövlətində də, yəni Qədim Hun dövlətində də qeyd edə bilərik. Demək, bir daha sual-cavab prosesimizə keçirilək. İlk öncə bunu qeyd edək ki, Göytürklər haqqında ümumiyyətlə hansı dövlətin dağılmasından sonra bunlar Jujanların tərkibinə keçmişdi? Böyük Hun dövlətinin dağılmasından sonra mənşəcə necə oldu? Bu mənşəli nəsil olaraq Aşina nəslindən Jujanların tərkibində nə ilə məşğul oldular? Dəmirçiliklə və nə? Silah düzəldilir. Yerli əhali ilə qaynayıb qarışa bilirlərmi? Bəli, yerli əhali ilə qaynayıb qarışa bildilər. Bəs nə vaxt Jujanlara qarşı üsyan qaldırdılar? 552-ci ildə. Birinci Göytürk dövləti nə vaxt yarandı? 552-ci ildə paytaxt hansı şəhər oldu? Ötkən şəhəridir. Təbii ki, və bu dövlətin qurucusu olan Bumin Xaqan Min ilə bir bərabər hadisə gördü. Bir də türklərin geniş ərazilərə yayılması idarəetməni çətinləşdirdi və həmin idarəetmənin çətinləşməsi ilə iki hissəyə bölürlər ölkəni. Bir qərb, ikincisi isə şərq hissəsinə. Yəni Bumin Xaqan əsas hissəyə özü rəhbərlik edirdi. Təbii ki, digər əraziləri isə sərkərdələr rəhbərlik edirdi və burada da biz ikinci şəxs adlandırdığımız Yabqu ifadəsini işlədəcəyik. Yabqu yadda saxlayırıq ki, ikinci şəxs hesab olunur. Yəni, Xaqandan sonra ikinci şəxs Göytürklərdə Yabqudur. Şərq ərazisinə Bumin, qərb ərazisinə İstəmi xan və digərlərini qeyd edə bilərik biz. Bəs yaxşı, bu Bumindən sonra hakimiyyətə gələn Xaqanların dövründə dövlətin ərazisi kiçilir, yoxsa daha da genişlənir? Yadda saxlayın ki, dövlətin ərazisi genişləndi. Təbii ki, bu genişlənməsi, yəni genişləndi
Buminin vəfatından sonra gələn digər xaqanların dövründə. Bir də Göytürklər Qafqaz uğrunda həlledici siyasi qüvvəyə çevrildi. Hansı ərazi uğrunda? Qafqaz uğrunda, yadda saxlayın ki, həll edici siyasi bir qüvvə oldular. Və bu Muğan xaqanın hakimiyyətə gəlməsinə vaxt oldu. Muğan xaqanın hakimiyyət illəri 553-572-ci illərə əhatə edir. Söhbət kimdən getdi? Muğan xaqandan. Aydındırmı? Muğan xaqanın hakimiyyəti dövründə hansı addımlar, hansı tədbirlər həyata keçirilir? Təbii ki, dövlətin ərazisi genişləndirildi. Ərazi yadda saxlayaq, genişləndi. Bu bir. İkinci bir məsələ isə bundan ibarət oldu ki, yəni bu adam avarları qovdu. Kimi qovdu? Avarları yadda saxlayırıq, qovdu. Atası Buminin siyasətini davam etdirdi. Daha sonra isə bunu yadda saxlaya bilərsiniz ki, Çin və digər dövlətləri tabe etdi. Çin və digər təbii ki dövlətlər tabe oldu. Digər dövlətləri tabe etdi. Və xüsusən də burada bir məqam var. Ərazinin genişlənmə məsələsi. Düzdür, bunun hakimiyyət dövründə yazır ki, ərazini genişləndirmək istədi. Təbii ki, bunu istədi, amma biz burada görə bilərik ki, Çini də tabe etdi. Bir də ki, Göytürklər ən qüdrətli dövrünü yaşayırdı. Ən qüdrətli, yadda saxlayaq, dövrünü neynədi? Yaşadı. Söhbət kimin dövründən gedir? Muğan xaqanın hakimiyyəti dövründən gedir. İndi isə ölkənin qərb ərazisinə başçılıq edən İstəmi xan haqqında məlumatları gəlin qeyd edək. İstəmi xan haqqında biz nələr qeyd edəcəyik? Ümumiyyətlə, bu adam Xəzərləri tabe etmişdir. İstəmi xan, yəni bilirikdə qərb ərazisinə başçılıq edir və birinci bunu qeyd edək ki, Xəzərləri tabe etdi. İkinci bir məqam isə bundan ibarət olur ki, bu adam Bizansla mübarizə apardı. Kimlə? Bizansla, yadda saxlayaq ki, mübarizə apardı. Ancaq sonradan diplomatik əlaqələr qurur. Diplomatik əlaqələr qurdu. Və burada belə bir sual yaranır ki, nəyə görə diplomatik əlaqələr qurdu? Təbii ki, Sasanilər hərbiçisində ortaq düşmən idi. Üçüncü bir məsələ isə bundan ibarət idi ki, Sasani ilə əvvəlcə müttəfiq oldu, olur. Daha sonra isə düşmən oldu. Və Sasanilərlə düşmən olmasının iki səbəbi var idi. İlk öncə birincisi bu idi ki, Sasanilər Göytürklərin ticarət yolunu məhdudlaşdırmışdı. Bir də Göytürklər Sasanilərin axunlara verdiyi xəracı bunlara da verilməsini tələb edirdi. Və Sasanilərlə mübarizədə, yadda saxlayın, kimlərlə? Sasanilərlə mübarizədə Sogdiananı tutdular. Hansı ərazini? Sogdiana vilayətini tutdular. Yəni ələ keçirmiş oldular. İndi isə gəlin baxaq. Bəs bu Göytürklər dövlətinin zəiflənməsi və o cümlədən də ki, onun iki hissəyə bölünməsinə. Ümumiyyətlə, Göytürklərin zəiflənməsi, bunu yadda saxlayaq, Muğan və İstəminin vəfatından sonra oldu. Muğan, yadda saxlayaq, və İstəmi xaqanın, Muğan xaqan, bir də İstəmi xan deyirik də biz, xaqan, bir də xan. Bunların vəfatından sonra təbii ki, baş verdi. Hansı hadisə baş verdi? Dövlət zəiflədi. Və burada dövlət arasındakı o zəifləmənin ziddiyyətlərinin artmasının da iki səbəbi var idi. Bir, anası təbii ki, Çinli olan şahzadələr Çinə meyl eləyir. Bir də Buddizm dini yayılır. Hansı din? Buddizm. Biz bilirik, Buddizmdə eradan əvvəl 6-cı əsrdə Hindistanda meydana gəlmişdi və bu dinin qurucusu Gautama idi. Buddizmi himayədarlıq edən isə Hindistanda Ashoka olmuşdu. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında. Məsələn, Göytürk dövləti nə zaman iki hissəyə parçalandı? 588-ci ildə iki hissəyə parçalandı. Bir, Qərbi Göytürk,
İkincisi isə Şərqi Göytürk dövlətlərinin adını çəkmiş oluruq. Təbii, dövlətlərin parçalanması bundan sonra Çinin əsarəti düşməsinə gətirib çıxardır. Şərq ərazisi Çinin əsarətinə düşür 7-ci əsrin 30-cu illərində, Qərb ərazisi isə 7-ci əsrin 50-ci illərində qeyd edirik. Hansı dövlətlərdən? Hansı dövlətdən? Çindən. Təbii ki, Göytürklərdən söhbət edir. İndi isə gəlin baxaq Kürşad üsyanına. Kürşad üsyanı nə zaman baş vermişdi? Kürşad üsyanı yadda saxlayaq ki, 639-cu ildə baş verib. Kürşad üsyanı nə vaxt baş veribdi? 639-cu ildə Kürşad üsyanı baş verdi. Hansı üsyan? Kürşad üsyanı. Bu üsyan, Kürşad üsyanı yadda saxlayaq ki, məğlub oldu. Neylədi? Məğlub oldu və hansı ölkə əsarətinə qarşı idi? Bəllidir ki, Çin əsarətinə qarşıdır. Burada hətta Çinlilər türklərin hərbi bacarıqlarını, praktikasını istifadə etmək üçün onları hərbi xidmətə çağırdılar. Təbii ki, sonda da o praktikanı azdan çoxdan öyrənirlər və Çin əsarətindən də xilas ola bilmədilər. Bir daha indi biz təkrar edək. Muğan Xaqanlı hakimiyyətləri nə vaxt oldu? 553-572 və Muğan Xaqanlı hakimiyyət dövrü qüdrətli dövrüdür, zəif dövrüdür. Ən qüdrətli dövrüdür. Ərazisini genişləndirdi, hətta bunu da istəyirdi. Hansı dövləti tabe elədi? Çin dövlətini tabe edir. Kimləri qovdu ölkədən Muğan Xaqan? Jujanlara, avarları qovdu. Ölkənin qərbinə kim başçılıq edirdi? İstəmi xan başçılıq edirdi. İstəmi xan kimləri tabe etdi? Xəzərlərə. Demək, Xəzərlərə tabe edən kimdir? Birinci Göytürklər. İstəmi xan Bizansla əvvəlcə mübarizə, sonra diplomatiya yolunu seçdi. Söhbət kimdən gedir? İstəmi xandan. Səbəb, hər ikisi də Sasanilər ortaq düşməni idi. Daha sonra hansı dövlətlə müttəfiq, sonra düşmən olmuşdu? Sasanilərlə. Düşmənliyinin səbəbi, düşmənçiliyinin səbəbi nə idi? Sasanilər bunların ticarət yollarını məhdudlaşdırmışdı. Axunlara ödədiyi vergini bunlara da istəyirdi. Və mübarizədə Göytürklər qalib gəldi, Sasanilərin Soğdiyanı vilayətini tutdu. Daha sonra isə dövlətin zəifləməsinin səbəbi nə idi? Muğan və İstəmi xanın və yaxud da ki, Xaqanların zəifləməsi ölümündən sonra oldu. Əsas ziddiyyətləri artıran iki məqam idi. Bir, anası Çinli olan şahzadələr Çinlə yaxınlaşmaq istəyirdi. İkinci bir məqam isə Buddizm dini yayılmağa başladı. Buddizm Hindistanda meydana gəlmişdir oradan belə 6-cı əsrdə. Bunun himayədarı kim idi Hindistanda? Ashokadır, biz bilirik. Daha sonra nəyə gəlirsiniz? Və siz yaxşı nə vaxt parçalanır? 588 hansı qolları qərb və şərq? Qərb nə vaxt qeyd edirsiniz Çin əsarətinə düşür? Qərb 7-ci əsrin 50-ci illəri, şərq 7-ci əsrin 30-cu illərində 639-da hansı üsyan baş vermişdi? Kürşad üsyanı. Məğlub oldu, bəli məğlub oldu. Hansı əsarətə qarşı idi? Çin əsarətinə qarşı idi. Növbəti üsyan isə baş verir 682-ci ildə. Söhbət təbii ki Qutluq xanın üsyanından gedir. Qutluq xanın, yəni Qutluq xan deyəndə başqa adla belə deyək də, İltəriz xanın. Bu üsyanda hansı ölkənin əsarətinə qarşı idi? Çin əsarətinə qarşıdır, yadda saxlayın. Və Kürşad üsyanından fərqli olaraq qalib gəlmişdi. İkinci Göytürk yadda saxlayın ki, dövləti neynəmiş oldu? Yaranmış oldu. İkinci Göytürk dövləti yarandı. Yenə də paytaxt şəhəri hansı olur? Ötkən şəhəri və Qutluq xan özünə Ötkən şəhərində elə Eltəriş adlandırmışdı. Və yaxşı, sual belə bir tipdə verilsə ki, Göytürklərin azadlıq mübarizəsi həllici qüvvəyə çevrilmişdi. Söhbət hansı hadisədən gedir? 682-ci ildə Qutluq xanın üsyanından. Və Göytürklərin özünü bərpa etməsində böyük rolu olan şəxs kim idi? Təbii ki, Tonyukuk. Kim oldu? Tonyukukun adını çəkirik. İltəriz xanın hakimiyyət illəri nə vaxtdır? İltəriz xanın hakimiyyət illəri 682-692-ci illərə əhatə edir. Və bu adam digər xaqanlardan fərqli olaraq Çinli qızı ilə yox, türk qızı ilə deyirik, ailə həyatı qurur. Bu da Çinin, belə deyək, Göytürklərin işlərinə müdaxilə etməsinin qarşısını alır və xüsusən də diplomatik, ordu işlərində böyük rol olan
Tony Hook'un da öz hərbi bacarığı sözünü deyir. İltərisdən sonra isə hakimiyyətə kim gəldi? Qapağan Xaqan gəlir. Qapağan Xaqan 692-716-cı illəri əhatə edirik və Qapağan Xaqanın hakimiyyət dövründə bircə və kültürün az yaşlı olduğu üçün ölkəni özü idarə edir. Hətta bunun dövründə dövlətin qüdrəti daha da artmış oldu. Qapağandan sonra isə hakimiyyətə gəlir ilə Bilgənin özü. Bilgənin hakimiyyətləri isə 716-734-cü illərdir. Bilgə Xaqanın hakimiyyət dövründə nə qeyd edə bilərsiniz? Göytürklər yadda saxlayın ki, ən yüksək inkişaf dövrünü yaşadı. Ən yüksək inkişaf dövrünü neynədi? Yaşadı. İkinci bir məqam isə bunu qeyd edə bilərsiniz ki, Çini tabe etdi və hətta dövlətin idarə etmə işlərində buna köməklik edən Tony Hook, o cümlədən də ki, Kültigin oldu. Və xüsusi bir məqam da budur ki, Mərkəzi Asiyadakı türk tayfalarına tabe edir. Mərkəzi Asiyada olan türk tayfalarını neynədir? Türk tayfalarını yadda saxlayaq, tabe etdi. Söhbət kimdən gedir? Bilgə Xaqandan gedir. 8-ci əsrin 30-cu illərində isə dövlət zəiflədi. Demək ki, dövlət nə vaxt zəifləyir? 8-ci əsrin 30-cu illərində. Bunun da səbəbi təbii ki, Qapağan Xaqan Bilgə və Kültiginin vəfatı idi. Daha sonra 744-cü ildə isə biz bilirik 2-ci Göytürk dövləti də süqut etdi və hansı tayfa tərəfindən? Uyğurlar tərəfindən. Demək, İltəris xan üsyanı nə vaxt olur? İltəris xan üsyanı 682-ci il, Kürşad üsyanı 639-cu il. İltərisin hakimiyyəti dövründə bu oldu ki, Tony Hook böyük rol qazandı və xüsusən də İltəris digər Çinli qızlarla evlənmir Xaqanlar kimi Çinin daxili işlərinə, Çinin Göytürklərin daxili işlərinə qarşısını alır elə özü. O cümlədən də ki, bundan sonra Qapağan gəlir 692-716, dövlətin qüdrətli dövrüdür, Bilgə Kültigin az yaşlı idi. Hətta hərbi bacarıqları, təcrübəni əldə edirlər. 716-34-cü ildə isə Bilgə Xaqan gəldi, ən yüksək inkişaf dövrünü yaşadı, Çini tabe elədi. Mərkəzi Asiyadakı türk tayfaları da Çinə uğurlu yürüş edir, bir də Mərkəzi Asiyadakı türk tayfalarını tabe edir. Vəfatlarından sonra isə dövlət daha da zəifləyir. 744-cü ildə isə süquta uğrayır. Bugünlük bu qədər. Sağ olun, hələlik.